hallanmırlar. Ümumiyyətlə, bu nisbə vəziklər hallanmır. Bunların hallanan yalnız və yalnız təsniyələri olur. Əmənu, iman edən, burada feildir. Demək, feil 4-cü babdadır. 4-cü babdadır və nədir? Cəmdədir. Cəmdədir və 3-cü şəxsdədir və kişi cinsindədir. Sonra və amilus salihati və burada bağlayıcı amilu. Amilu mənası edənlər deməkdir. Amilu edənlər. Nəyi edənlər? Salih əməlləri edənlər. Burada amilu dediyimiz kimi feildir. Feildir. Demək, 3-cü şəxsdədir. Salim feillər qrupuna aiddir və cəmdədir. Əs-salihati, salih əməllər məf'uldur, yəni vasitəsiz tamamlıqdır. Çünki burada feil, amilə feili, bu feil, bunu əs-salihatini saldı nəyə? Yəli və təsirli halına. Yəli və təsirli halına. Burada əs-salihati demək isimlərin, demək qadın cinsinin düzgün cəmindədir. Ətun şəkilçisi ilə ərəb dilində qutaran isimlər demək qadın cinsinə aiddir. İsimlərin düzgün cəmidir. Yəli və təsirli halındadır və bunlara iki hallı isimlər də nədir? Deyirlər. Demək, bu oldu bizdə əs-salihati, bizdə bu olacaq nə? Vasitəsiz tamamlıqdır. İsimlə ifadə olunub, isimdir, müəyyənlikdədir və nədir? Cəmdədir. Və bağlayıcıdır, ətf hərfi yazılıb. Təvəssau mənası bir-birlərinə tövsiyə edənlərdir. Bu, feilin demək 5-ci babındadır. Təfəalə